Axşamınız xeyir, əziz səhifə izləyiciləri. Mən saat 8-ə söz vermişdim, amma texniki problemlər yaşandığından indi başlayası oldum. Ona görə məni üzrlü sayın. Mən bugünün bu vaxtında yenidən 93-cü il 4 iyun hadisələrinə qayıtmağımın ciddi səbəbləri var. O səbəblərdən ən vacibi, birinci, bizim hamımızda olan yaddaşsızlıqdır. Ona görə ki, mən hesab edirəm ki, 4 iyun 93-cü il tarixində baş vermiş dövlət çevrilişi bizim üçün bir xarakterik haldır. Ona görə ki, biz bugüne qədər də dövlətçiliyi, müstəqilliyi, dövlətimizin ərazi bütövlüyünü bir çox hallarda şəxsi mənafilərə qurban verməyə hazırıq. Mən bunu deməyə əsasım var, ona görə ki, mən 89-cu ildən Azərbaycana gəldiyim gündən hadisələrin necə cərəyan etdiyini görmüşəm və bugün bizim başımıza gələn bəlaların əksəriyyəti də məhz bu səbəbdən baş veribdir. Hesab edirəm ki, 4 iyun 93-cü il hadisələri heç vaxt unudulmamalıdır və o hadisələrin canlı şahidi olmuş şəxslər öz mövqələrini açıqlamalıdır ki, gələcək nəsillər, xüsusilə gənc nəsil onu bilsin və bizim nəslin buraxdığı səhvləri təkrarlamasın. İndi bir çoxlarınız deyəcəksiniz ki, bu günlərim Azərbaycanda olan bu problemlər, xüsusilə sosial problemlər, Azərbaycanın insanların deyək, maddi durumu, son dövrlər hər gün təkrarlanan uşaq pulu məsələsi, bunlar bir müzakirə olunmalıdır. Əlbəttə ki, bunlar hamısı müzakirə olunmalıdır. Mən yəqin çıxışımın sonunda bu mövzuya qayıdıb öz fikrimi bütün bunlara bildirəcəm. Amma bununla belə hesab edirəm ki, bizim hər birimiz dövlət müstəqilliyinin nə olduğunu anlamalı və bu yolda buraxılmış səhvləri heç vaxt yaddan çıxartmamalıyıq. 4 iyun hadisələri də məhz bu səhvlərin hamısını kompleks şəklində büruzə verən hadisələrdir. Mən 4 iyun hadisələri ilə bağlı çıxış etmək fikrində deyildim. Ona görə ki, mənim bu barədə onlarla həm canlı çıxışlarım var, həm yazılarım var və hər il mən bu mövzuya qayıdıram. Hər dəfə qaydanda da mən çoxlu sayda qeyri-obyektiv fikirlərin şahidi oluram. Qərəzli fikirlərin şahidi oluram. Onlar mənim şəxsimə yönəlməsə də hadisələri təhrif etməyə yönəlibdir. Ona görə hesab edirəm ki, mənim bu gün dediklərim də Quran ayəsi deyilir. Mən hesab edirəm ki, Azərbaycan gəncliyi heç kimə inanmamalıdır. Biz bütün baş verən hadisələri özümüz öyrənməliyik. Və ona görə də xahiş edirəm ki, o hadisələrin canlı şahidi olan hər bir şəxs fikirlərini açıqlamalıdır. Mən əminəm ki, vaxt gələcəkdir, gələcək nəsillər artıq dövlətin, dövlətçiliyin nə olduğunu biləndə bu hadisələri araşdıracaqdır. Və onlarla, yüzlərlə yazılar, deyək, belə çıxışları onların ağlı çatacaqdır ki, bunları ətraflı şəkildə müqayisə edib, təhlil edib, hadisələri deyək, araşdıranda kimin haqlı, kimin haqsız olduğunu görüb hadisələrə real qiymət verməyə bacaracaqlar. Ona görə də mən 4 iyun hadisələri ilə bağlayan 4-ündə paylaşdığım yazıya olan bəzi iradlara öz fikrimi bildirirəm. İradlara deyəndə ki, o hadisələrə verilən qiymətlərdə. Birinci, bir daha təkrarlayıram ki, mən nə üçün bu 4 iyun hadisələrinin deyək, şahidi olduğumu deyirəm. Bu günlərim əksəriyyət insanlar bilmədiyi hadisələr barədə də fikir yürütməyə çox meyillidirlər.
Mən Respublika prokurorluğunda işləmişəm 89-93-cü illər 28 maya qədər. Mən dəfələrlə təklif olunmuş, o cümlədən rəhmətli Əbülfəz Elçibəy tərəfindən müxtəlif vəzifələr. Ancaq mən onu o vaxtlar təcrübəmin, yəni bacarığımın ona imkan vermədiyini söyləyib, həmin o vəzifələrdən imtina etmişdim. Amma çox təəssüf edirəm ki, o dövr heç bir bacarığı, imkanı, təcrübəsi, savadı olmayanlar dövlətdə ən yüksək vəzifələri tutmağa razılıq verdilər və tutdular. 28 mayda prezident aparatında mən işə çıxdım və mənim işə çıxmağım da o dövr deyək şərtlərlə olmuşdu ki, mən Xalq Cəbhəsinin üzvü olmayacağam və mən deyək kör-körənə rəhbər vəzifəli şəxslərin dediyini icra etməyəcəm. Mən sadəcə hüquqşünas mütəxəssis kimi ölkədə korrupsiyanın, deyək, korrupsiyaya qarşı mübarizə konsepsiyası hazırlayacağam və bunun üçün də mənə Respublika prokuroru və Ali Məhkəmə Ədliyyə Nazirliyinin kurasiyası verilmişdi. Qısa zaman kəsiyində, artıq 2 iyunda o dövrlər rəhmətli deyək, Dövlət Hüquq Şöbəsində yeganə o vəzifənin nə olduğunu anlayan, prezident aparatının nə olduğunu anlayan Həmid Əliyev var idi. Vaxtilə Perm şəhər prokurorluğunda işləmişdi. Sonra Respublika prokurorluğunda şöbə rəisi olmuşdu. Biz prokurorluqdan bir-birimizi çox yaxşı tanıyırdıq. 2 gündə artıq onunla mənim mübahisəm düşmüşdü ki, mən Həmid müəllimə demişdim ki, biz dostuyduq. Ona demişdim ki, mən bu hakimiyyətin uzun çəkəcəyinə inanmıram. Ona görə ki, orada olan işçilərin davranışını, hamısını görürdüm. Mən həmin 2 iyunda da bilmişdim ki, rəhmətli Əbülfəz Elçibəy 16 iyunda Londona gedib neft kontraktlarını imzalayacaqdı. 4 iyun hadisələri baş verdi. Ondan sonra mən çıxışlarımda demişəm, bu barədə də yazım var. Ayın 6-sı, 7-si mən Lənkəranda oldum. Orada baş verən hadisələri gördüm. Və bir daha əmin oldum bu hakimiyyət nümayəndələrin tamamilə dövlətçilik anlayışından kənar olduğunu və idarə etmənin ümumiyyətlə anlamadığını. Ondan sonra gəldik biz 7 ya səhv etmirəmsə 8 iyunda bu gün də sağ olan Baxşeyiş Əsgərov var. Bakı Dövlət Universitetinin müəllimidir. O dövrlər Dövlət Hüquq Şöbəsində işləyirdi. İkimizin bir yerdə Fazil Mustafayev o vaxtı Dövlət Hüquq Şöbəsinin müdürü idi. O bizi göndərdi ki, şəxsən mənə deyildi ki, Ucarda Sürət Hüseynov qiyamına qarşı ştab var, biz o ştabda iştirak etməliyik. Orada gəlib gördüklərim də bu başqa bir biabırçılıqdır. O barədə də indi yəqin vaxt olarsa mən fikrimi bildirirəm. İndi vaxt azlığından demək istəmirəm. Orada dediyim, orada gördüklərim, yəni ümumiyyətlə bu hakimiyyətdə olanların dövlətçiliyi, o bağçada olan uşaqların ölçü oyunlarıyla müqayisə etmək olardı. O barədə də yəqin ki, nə vaxtsa maraqlı olarsa fikrimi bildirərəm. Ondan qayıdandan sonra mən bu barədə fikir bildirmişəm və Fazil Mustafa onu bir ötəri, yəni ki, güya bundan bir xəbəri var, amma o Elçibəy tərəfindən olan təklif deyil. Fazil Mustafayev düz danışmır. Şəxsən Fazil Mustafayev məni dəvət edib və mənə deyibdir ki, siz Əbülfəz Elçibəyin tapşırığı ilə Gəncə hadisələri ilə bağlı yaradılmış deputat istintaq komissiyasında bizi təmsil etməyimizi istəyirik. Mən ona cavabında demişəm ki, əgər mən gedəcəmsə oraya, mən orada heç kimi təmsil etməyəcəm. Mən hadisələrin necə olduğu kimi ona qiymət verib fikrimi bildirəcəm. O da mənə demişdi ki, bəyin də fikri belədir. İndi Fazil Mustafayev bunu yenə danacaqdırsa da mən daha konkret faktlar deyə bilərəm ki, o vaxt nələr baş vermişdi. Buradan bir daha deyirəm.
mənim bundan sonra, yəni bu yaşımda nə vəzifə tutmaq, nə hansısa siyasi işlərdə iştirak etmək fikrim yoxdur. Bu günə qədər də iştirak etməmişəm. Mən həm Sumqayıt hadisələrinin araşdırılmasında 89-cu ildə və ondan sonraki hadisələrdə göstərdiyim fəallıq sadəcə dövlətim üçün olubdur. Sadəcə mən başqalarından fərqli olaraq aktiv vətəndaş olmuşam, dövlətçilik nə olduğunu anlamışam və bu yolda mən heç bir təmanna güdməmişəm. Əgər təmanna güdsəydim, Ayaz Mütəllibov hakimiyyəti dövründə də, Elçi bəy hakimiyyəti dövründə də, sonra rəhmətli Heydər Əliyev hakimiyyəti dövründə də ən yüksək vəzifələri tuta bilərdim. Və bunu eləməmişəm. İndi buradan bir daha sizə elan edirəm ki, 17 avqustda Milli Məclisdə rəhmətli Heydər Əliyev Rəhim Qaziyev təhqir edən vaxtı bu günlərim bu hakimiyyətdə təmsil olunanlar, elə 93-cü ildən sonra vəzifədə olanların əksəriyyəti Ramiz Mehdiyevi, Əli Həsənovu, Fikrət Məmmədovu, Zakir Qaralovu, Ramiz Rızaevi, bunlar hamısı biri səsini çıxartmamışdı. Amma həmin iclasda öz həyatımı risk ataraq çıxış eləyən mən olmuşam. O çıxışımı da 17 avqust ərəfəsi Allah imkan verərsə paylaşacağım. Mən bu şərtlə Gəncəyə yollanmışam və Gəncə hadisələrində həmin o deputat istinaq komissiyası, o komissiya daxil idi. Mətləb Mütəllimov, Mir Mahmud Fəttayev, Tahir Əliyev o dövr sonra Kömür Komitəsinin sədri oldu. Oktay Qasımov, Vaqif Qasımov, Şirin Hacı Kərimov, bunlar hamısı Milli Məclisin üzvləri idi. Yeganə mən idim ki orada, Gəncədə. Hansı ki, yəni Milli Məclisin üzvü olmayaraq sadəcə deputat istinaq komissiyasının üzvü kimi iştirak edirdi. Və buradan bir daha hakimiyyət təmsilçilərinə müraciət edirəm. Həmin günlər Gəncədə həbsxanada olan Respublikanın baş prokuroru İxtiyar Şirinovu, Milli Təhlükəsizlik Nazirinin birinci müavini Sülhəddin Əkbərovu, Daxil İşlər Nazirinin birinci müavini Qabil Məmmədovu, Gəncə şəhər Dövlət Təhlükəsizlik Komitəsinin şöbə rəisi Rafael Hüseynovu, sonra bugün də səhv etmirəmsə Fövqəladə Hallar Nazirinin birinci müavinidir. Ondan sonra Milli Təhlükəsizlik Nazirliyinin demək olar bütün idarə rəisləri, onlar hamısı həbsdə idi orada. Prezident Qvardiyasının komandan müavini Əzzağa Süleymanov, son dövrlər mən onun tez-tez sosial şəbəkədə paylaşımlarını görürəm. Bunlar hamısı həbsxanada olublar. Onların hamısını mən dindirmişəm. Özdə tək mən dindirmişəm. Və o dindirmələr hamısı AzTV vasitəsilə kameraya çəkilibdir. Dindirmələr Gəncə İstintaq Təcridxanasında baş verirdi. O vaxtı həmin təcridxananın rəisi Ramazan Ukalayev idi. Bunlar hamısı şahidlər olub və onların hamısını o vaxt dindirmişəm. O dindirmələrdə kimlərin nə mövqe tutduğu barədə mən əvvəllər də fikir bildirmişəm. Ona görə mənim Mətləb Mütəllimovla, İxtiyar Şirinovla, bir çoxları ilə çox ciddi mübahisələrimiz olub, mənə məhkəməyə qədər veriblər. Amma buradan bir daha təkrar edirəm. Həmin hadisələrdə həbsdə olanlar kimləri ki, ondan sonra həbsdə olmayan Gəncə şəhər prokuroru Hüseyin Əlixanov ev tutaqlığında olubdur. Gedib onu tapıb onunla da danışmışam. Orada dindirmə olmayıbdır. Sadəcə söhbət eləmişəm onunla. Gəncədə nələrin baş verdiyini 5 barmağım kimi bilmişəm. Və bütün bu dediklərim hamısı videolarda öz əksini tapıbdır. Amma nədənsə da hakimiyyət rəsmiləri heç vaxt bunu çıxartmırlar ortaya. Sadəcə, indi bunun, yəni bu birinci növbədə bugünkü hakimiyyətə lazımdır. Orada baş verənləri bilmək üçün. Gəncədə qiyam baş verdiyini və bu qiyama Rusiyanın başçılıq etdiyi bir mənalı olubdur.
Rusiyanın təşkilatçılığı ilə o qiyamı Azərbaycanda həyata keçirən Sürət Hüseynov olub, ən əsas fəalları Rəhim Qaziyev olub, Cənub bölgəsində Əl-Kiram Hümbətov olub. Bunlar hamısı Rusiyanın diktəsində iştirak edənlər olubdur. O dindirmələrdən bunlar hamısı görür. Dindirmədən başqa, mən bir neçə epizoda, indi bu günlərim bir çoxları deyirlər ki, hakimiyyət qüvvələri Gəncəyə hücum çəkiblər. Əsla. Heç kim Gəncəyə hücum çəkməyibdir. Yenə həmin o ASTV işçisi, mən bu günlərim o adamın adı yadımda deyilim. Yəqin ki, hər adam sağdırsa da, özü nə vaxtsa da fikir bildirər. Amma ASTV arxivində bunlar hamısı var. Hadisələrin, deyək, təxminən bir həftə orada olmuşam mən. Bu dindirmələr davam edib, hamısı qeydə alınıbdır. Ondan sonra mən gəlmişəm hadisə yerinə baxış keçirməyə. Bu günlərim Gəncəyə dövlət tərəfindən, yəni axıcı hakimiyyəti tərəfindən hücum olub deyənləri təkşif etmək üçün iki fakt deyim. Birinci, kazarmalarda yanğınlar baş veribdir. Biz mehmanxanada qalırdıq, mən bir otaqda qalırdım, Şirin Hacı Kərimov var idi, o vaxt Milli Məclisin deputatı. Mən yataqxanadan çıxanda tanımadığım şəxs, hərbiçi, mənə deyibdi ki, bu gün sizi həbsə aparacaqlar. O da həbsə aparacaqlar nə üçün? O dövr, buradan bir daha təkrar edirəm, Bakıdan Gəncəyə gedənlərin fikri, hadisələri obyektiv araşdırmaq deyildi. Bir çoxları oraya getmişdi ki, Sürət Hüseynovdan əlaqə yaradalar, gələcəkdə özlərinə hakimiyyətdə hansısa yer tutalar və buna da bir çoxları nail oldular. Bəzilərinə deputat mandatı verildi 95-ci il, bəziləri vəzifələrə getdilər. Həmin hadisələrdə ona görə operatorla biz gedəndə mən operatora dedim ki, mən sadəcə gəzdiyim yerləri çəkərsiniz. Onlar da hamısı çəkilibdir, həmin video kamerada qeyd olunubdur. Kazarmalar yandırılmışdı, bəli. Amma həmin kazarmalar xaricdən atılan atəş, deyək, kənardan atılan atəş nəticəsində yandırılmamışdı. Daxildən yandırılmışdı. Mütəxəssislər onu bilirlər, ona alovun dili deyirlər. Ona görə ki, bütün sütunlarda alovun dili aşağıdan yuxarıya idi. Yəni, aşağıdan yandırılıb yuxarıya getmişdi. Ən əsası, biz həmin o hərbi hissənin, Sürət Hüseynovun hərbi hissəsinin mən perimetrini gəzmişəm. İki yerdə həmin hərbi hissənin hasarı, əgər xaricdən müdaxilə olmuşsa da hasar içəri uçmalıydı. Hər iki yerdə uçan hasar xaricə uçmuş. Yəni tanklar hərbi hissədən şəhərə çıxmışdılar. Gəncə hadisələrində Əbülfəz Elçibəy hakimiyyətinin bəli suçu var, böyük suçu var. Amma o onda deyil ki, axıcı hakimiyyəti, Əbülfəz Elçibəy hakimiyyəti Gəncədə sürətə qarşı hücum təşkil etmişdilər. Onların ən böyük günahı ondaydı ki, dövlətə qarşı qiyam başlamışdı, xarici ölkənin iştirakı ilə və öz fərsizliyi, bacarıqsızlığı nəticəsində o boyda qüvvə, qoşun, ordularla Sürət Hüseynovun qarşısını ala bilməmişlər. Bir başı pozuq, bir dəstəni zərərsizləşdirə bilməmişlər. O da ona görə baş vermişdi ki, zərərsizləşdirməyə gedən qüvvələrin məqsədi hadisəni yatırtmaq deyil idi. Əksinə qızışdırmaq idi ki, dövlət çevirisi baş tutsun. Və bunu istəyirəm ki, hamı bilsin. Gəncədən qayıdandan sonra Milli Məclisin binasında o vaxtı bildiyim qədər orada prezident əyləşirdi. İndi o otaq hansı məqsədlə istifadə olunur bilmirəm. Həmin otaqda yenə mən Daxili İşlər Naziri Abdullah Allahverdiyevi dindirmişəm. Milli Təhlükəsizlik Naziri o vaxtlar Milli Təhlükəsizlik Naziri indi yadıma düşər deyərəm. Respublikanın Müdafiə Nazirliyinin baş qərargah rəisi Nurəddin Sadıxovu dindirmişəm.
Keçmiş Müdafiə Naziri Rəhim Qaziyevi dindirmişəm, o dindirmə yarımçıq qalıbdır. Mən Rəhim Qaziyevə nə üçün Rusiyanın diktəsi ilə Azərbaycana qarşı bu xəyanəti etdiyi sualı verəndə o məni təhdid edibdir ki, mən səni məhv edəcəm. Və ifadə verməkdə yarımçıq gedibdir. Ondan başqa, o dövr hadisələrdə İsa Sadıqovun adı çoxallandığından mən İsa Sadıqovla zəngləşib xahiş etmişəm. İndi İsa Sadıqov xaricdədir. O hesab edirəm ki, bundan danmaz. Mən onunla zəngləşmişəm. Səhv etmirəmsə, həmin vaxtı İsa Sadıqov Gəncədə həbsdən azad olub Gürcüstana getmişdi. Və İsa Sadıqov gəlibdi Milli Məclisin binasında. Həmin günü Sürət Hüseynovla rəhmətli Heydər Əliyevin hakimiyyət bölgüsü danışıqları gedirdi Milli Məclisdə. Bu, səhv edirəmsə, iyun ayının 22-si olmalıydı. İsa Sadıqov həmin otaqda mənə ifadə verib. Yenə o da hadisələri necə olduğu kimi söyləyibdir. Bu hadisələrdə dindirdiyim şəxslər içində bir İsa Sadıqov obyektiv hadisələri qeyd edib, 2. Əzizağa Süleymanov ifadə veribdir obyektiv ki, Sürət Hüseynov quldurdu, dövlət çevriliş eləyir, 3. Sülhəddin Əkbər olubdur. Sadəcə nəyə görəsə də Sülhəddin Əkbər bu barədə heç vaxt danışmır. İndiyana qədər mən onu bəlkə onlarla müsahibəsini oxumuşam, amma həmin o dindirmə haqqında bir dəfə də ifadə verməyibdir. Qalan hamısı İxtiyar Şirinov olmaqla o hadisələrdə ancaq o canının hayında olubdur. Onların heç birini dövlət marağı, dövlətçilik maraqlandırmayıbdır. Və gəldiyim qənaət, bir şey dedim, adını çəkdiyim şəxslərdən başqa, Rəhim Qaziyev, Sürət Hüseynov, Əlikiramdan başqa, o dövlət çevrilişinin ən böyük dəstəkçisi, böyük siyasi partiya başçılıq edən Etibar Məmmədov olubdur. Etibar Məmmədov hamıdan yaxşı bilirdi. Etibar Məmmədov onun partiyasından çox aktiv olan o vaxt Milli Məclisin üzvü Şadman Hüseynov var idi. Bunlar hamısı dövlət çevrilişinə dəstək verirdilər. Öz şəxsi maraqlarına görə. Bugünkü mənim ayın 4-ü olan yazıma ən çox irad bildirənlər güya mənim rəhmətli Heydər Əliyevi bu hadisələrdə günahını açmamağımdır. Mən buradan hər şey olduğu kimi deyirəm. Bəli, həmin hadisələrdə artıq Gəncə qiyamə başlayanda ən aktiv iştirakçılardan biri rəhmətli Heydər Əliyev olubdur. Amma buradan bir daha deyirəm. Əgər o vaxtı rəhmətli Əbülfəz Elçi bəy Heydər Əliyevi dəvət etməsə, bu gün Azərbaycan adlı dövlət yox idi. O hadisələri bilənlər çox gözəl bilir. Artıq cənubda Talış Muğan Respublikası yaradılırdı. Şimalda Sadvalçılar şimal zonasını Rusiya birləşdirmək uğrunda mübarizə aparırdı. Səhv etmirəmsə, Qax-Yazakatala bölgəsində Ansuski var idi. O avar bir dövlət yaratmaq istəyirdi. Yəni Azərbaycanı tikə-tikə parçalayırdılar. Bəs Əbülfəz Elçi bəyin bəlkə həyatında atdığı ən müdrik addım Heydər Əliyev dəvət etməsi bu hadisələrin qarşısını aldı. Və mənim yazıma olan ən böyük iradlardan da biri o idi ki, güya rəhmətli Heydər Əliyev Moskva ilə əlbir olubdur. Buradan bir daha təkrar edirəm. Moskvanın ən çox arzuladığı Heydər Əliyevi bu proseslərdən kənarlaşdırmaq idi. Ona görə də bilənlər danışmır, istəyərəm ki, onlar da danışa. Heydər Əliyev Gəncəyə, Sürət Hüseynova danışmağa gedəndə Moskvanın birbaşa göstərişi olmuşdu ki, heç cür Sürət Hüseynovla Heydər Əliyevi təmasa buraxmasınlar. Səhv etmirəmsə, Heydər Əliyev orada bir neçə saat Sürət Hüseynovla görüşü gözləmişdi. Məhz həmin görüşdən sonra böyük deyək, dövlətçilik təcrübəsi olan, bir də ki, o cür məktəbi keçmiş şəxs Sürət kimi birisini
yola gətirib baş nazir olacağını və gələcəkdə prezident vəzifəsi tutacağını inandırmışdı. Ancaq buna görə Heydər Əliyev həmin o böyük gücün qarşısını aldı. İndi burada bir neçələri sual verir ki, doğrudan mı Heydər Əliyev o vaxtı Moskvanın istəyinin qarşısını almışdı? Bəli, Moskvanın istəyinin qarşısını almışdı. Məhz buna görə də Heydər Əliyev Milli Məclisə seçiləndən sonra Rusiyanın Ermənistan tərəfindən Azərbaycan torpağını işğal etmə prosesi güclənmişdi. O dövr bilənlər, bəziləri bu gün də onu rəhmətli Heydər Əliyevə bir suç kimi ittiham elan edirlər ki, torpaqlar Heydər Əliyevin dövründə işğal olunmuşdu. Bəli, Heydər Əliyevin dövründə işğal olunmuşdu. Amma ona görə yox ki, Heydər Əliyev o işğalı istəmişdi. Ona görə ki, Moskva məhz Heydər Əliyevin kənarlaşdırılması üçün istəyirdi. Moskvanın istəyi Rəhim Qazi Sürətsiyevə və digərlərinin köməyi ilə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək və sonra Azərbaycandan necə Ermənistanda bir oyuncaq hakimiyyət qurdu, elə bir hakimiyyət qurmaq idi. Ancaq Heydər Əliyev böyüklüyü onun qarşısını aldı və Azərbaycan neft kontraktlarını imzaladı. Mən o barədə çox, yenə deyirəm, fikir bildirmək istəmirəm, ona görə ki, həm vaxt məhduddur, həm də bu barədə mən dəfələrlə danışmışam. Bu dəfə də danışmağım yenə ona görədir ki, mən istəyirəm ki, gənc nəsil iyun hadisələrini öyrənsin. Bu günləri mən böyük bədbəxtçilik odur ki, bu gün də Azərbaycanın Rusiyada olan maşaları, həmin hadisələri başqa istiqamətə yönəltmək istəyirlər. AXC hakimiyyətində təmsil olan, heç bir təcrübəsiz, savadı, səriştəsi olmayan bəziləri o şəxsi ambisiyalarından yenə o hadisələri başqa cür qələmə vermək istəyirlər. Mən isə istədiyim Azərbaycanın gələcəyində olmuş tarixi ədaləti bilmələridir. Bir ikinci də, mənim nə Heydər Əliyev hakimiyyətinə, nə də bu hakimiyyəti yarınmaq heç bir, nə həvəsim, nə də bir motivim yoxdur. Ona görə ki, bu hakimiyyət dövründə mənə olanlar heç kim olmayıbdır. Və bu gün də həmin hadisələr davam edir. Amma buna baxmayaraq, mən hadisələri olduğu kimi hamını bilməyini istəyirəm. Gəncə hadisələri Azərbaycan tarixində böyük qara ləkədir və bu ləkəni biz daimi araşdırmalıyıq. Hamı bilməlidir ki, şəxsi ambisiyalar, heç bir bacarığı olmadan vəzifə tutmaq, dövlətçilik marağını hər şeydən üstün tutmamaq bizim ən böyük faciəmiz olacaqdır. Bu günə qədər başımıza gələn də odur. Bəlaların səbəbi odur. Və bu gün də həmin səbəb var. Mən bu günə qayıdıram, bu barədə artıq demişəm, mən yəqin ki, şərhlərdə paylaşacağım. Mənim 7 il bundan qabaq təxminən belə bir çıxışım var. Amma o çıxışın bir hissəsini istəyirəm ki, hamı diqqət yetirsin. Həmin o çıxışımda mən dönə-dönə vurğuluyuram ki, Paşinyanın seçilməsi ilə bağlı Qarabağda böyük hadisələr baş verəcək. Hakimiyyət buna hazırlaşmalıdır. Ona görə ki, o dövr hakimiyyət Ramiz Mehdiyev, Əli Həsənov və bu qrup öz, deyək, Azərbaycan vətəndaşları arasında söyüş kampaniyasına start verib bu milləti bir-birinə qırdırırdı. Və o vaxt o dediklərim sonra öz təsdiqini tapdı. Ona görə məni o dövrdə ittiham eləyənlər istəyərəm ki, bugün 7 il bundan qabaq etdiyim çıxışı dinləsinlər. Onu görə ki, bugün də mənim yenə xüsusən hakimiyyətə yönəlik bəzi deyək, xəbərdarlıqlarım olacaqdır. Sabah Ermənistanda seçkilərdir. Bu seçkilər Cənubi Qafqazın taleyini həll edəcək seçkilərdir. Əminəm ki, Rusiyanın silahlı müdaxiləsi olmasa Paşinyan komandası orada qalib gələcəkdir. Və mən də onu arzuluyuram. Ona görə yox ki, Paşinyanı yaxud da ki, Ermənistanı sevirəm. Ona görə ki, Rusiyanın əli Cənubi Qafqazdan çəkiləndən sonra ancaq bu üç ölkə bir-birinin dostluq münasibətində yaşayıb, bu Cənub Qafqaz bölgəsində bir Şveysariya kimi konfederasiya yarada bilər. Bu günlər Ermənistanda gedən hadisələr ona bir işarədir.
Bununla bağlı mən hakimiyyəti öz xəbərdarlığımı eləyirəm. Bəli, İlham Əliyev hakimiyyətinin Qarabağı azad etməsi bütün Azərbaycan tarixində bir hadisədir və hadisə olaraq qalacaq. Sevir, sevməməkdən asılı olmayaraq, razı, narazı olmamaqdan asılı olmayaraq, İlham Əliyev Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Amma bununla belə, bu hakimiyyətin ən böyük təhlükələri bundan sonra olacaqdır. O da nə ilə bağlı? Qərb deyəndə Avropa və Amerikanı nəzərdə tuturam. Əminəm ki, seçimini edib və bundan sonra da edəcəkdir. Əminəm ki, Rusiya zəifləyir və bundan sonra da Rusiya-İran zəifləyir, zəifləmələri davam edəcəkdir. Ondan sonra Cənubi Qafqazdan, Ermənistandan sonra Avropa və Amerika Gürcüstanda tez bir zamanda hakimiyyəti dəyişəcək. Orada da demokratik bir ölkə qurulacaq. Əgər Azərbaycan hakimiyyəti bugünkü idarə etmə sistemini dəyişməsə, birinci növbədə öz vətəndaşlarının maddi rifahını düşünməsə, bu Azərbaycan hakimiyyətinin çox böyük təhlükələr və təlatümlər gözləyir. Və həmin o təlatümlər, təhlükələr də Qərb dövlətləri tərəfindən Azərbaycan vətəndaşlarının maddi sıxıntılarından istifadə etməklə törədiləcəkdir. Heç kim razılıq verməyəcəkdir ki, Ermənistanda, Gürcüstanda demokratik seçkilər baş versin, azad mətbuat olsun və Azərbaycanın bugünkü idarəçiliyi davam etsin. Burada bir şeyi də qeyd etmək istəyirəm, əziz həmvətənlərim. Mən əminəm ki, əgər 20-ci illərdə Azərbaycanda demokratik seçkilər olsa, demokratik cəmiyyət olsa, biz Qarabağı azad edə bilməzdik. Yəni, bu barədə də çox danışmaq olar. Onda məhz bir lider ətrafında birləşməklə, inzibati resurslardan da istifadə etməklə biz istəyimizə nail olduq. Ancaq ətrafımızda iki demokratik ölkə qurulandan sonra Azərbaycanda bugünkü idarəçiliyi davam etmək mümkün olmayacaqdır. Hakimiyyət rəsmiləri buna çox ciddi fikir verməlidirlər. Ölkədə olan bu günlərin ən böyük əhali arasında olan narazılıq ədalətsizliklə bağlıdır. Bu ədalətsizliyin bir bariz nümunəsini mən sizə göstərim. 5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunub, həbs edilən Bəylər Əyəbovun qohumu dünən həbsdən azad edildi. Onunla birlikdə səhv etmirəmsə başqa bir generalın oğlu da azad olunub. Amma 5 milyonluq yox, 5000 qaçaqmalçılıqla Azərbaycanın həqqi mənada əksəriyyəti vicdanlı jurnalistləri olan 8 il, 9 il həbs cəzası çəkilib, bir çoxlarına da həbs cəzası gözlənilir. Bu birinci növbədə ədalətsizlikdir. İkinci ədalətsizlik, bugün Azərbaycanın maddi neymətlərinin qısa bir əllər ətrafında birləşməsidir. Əhalinin çoxluğu maddi sıxıntılar içində boğulur. Nə üçün uşaq pulu problemi bu qədər ciddidir bugün? Bu ona görədir ki, sözün həqiqi mənasında bir çox ailələr balalarına çörək pulu tapa bilmir. Son statistik göstəricilər göstərir ki, Azərbaycan əhalisi artıq artırmanı dayandırıb azalmağa doğru gedir. Bu hakimiyyət bir şeyi başa düşməlidir. Dövlətin ən böyük varlığı onun insanlarıdır. Nə neftidir, nə qızılıdır, nə qazıdır. Onun maddi varlığı onun insanlarıdır. Bugün ən böyük faciədən biri də odur ki, Azərbaycanın düşünən beyinləri, gəncliyi ölkəni tərk edir. Mənim 69 yaşım var. Mən kifayət qədər hadisələr görmüş adamam. Mən bu qədər böyük faciənin qarşısını görməmişdim bu günə qədər. Gördüyüm, düşünə bilən, savadı olan gənclərin hamısını bir sual maraqlandırır. Necə ölkədən çıxın? Bundan böyük ölkə üçün faciə ola bilməz.
Başqa bir problem bu günlərim sahibkarlığın problemidir. Bu günlərim iqtisadi islahat adı altında mənim də qoşulduğum həqiqətən o şou artıq öz nəticəsini göstərir. Bu günlərim büdcəni doldurmağa ayrı-ayrı məmurları tutmaqla, onların əlindəkini almaqla doldurmaq mümkün deyil. Büdcəni formalaşdırmağın yeganə bir yolu sahibkarlığın inkişafıdır. Mən bir neçə gün bundan qabaq Özbəkistanda sahibkarlığın inkişafı və Özbəkistanın necə sürətlə inkişaf etməsi barədə qısa bir yazı paylaşmışdım. Çox təəssüf edirəm ki, Özbəkistan necə iqtisadi cəhətdən inkişaf edirsə də, Azərbaycan da bugün o cür iqtisadi cəhətdən tənəzzülə gedir. Bugün hakimiyyət tək Qarabağda tikinti gedir, Qarabağı abadlaşdırırıq deməklə kifayətlənməməlidir. Qarabağı abadlaşdırmaq üçün də yığılan pullar Azərbaycan vətəndaşının boğazından kəsilən pullar olmamalıdır. Sahibkarlığın inkişafından olan pullar olmalıdır. Amma nə yazıq ki, bugün sahibkarlıq məhv olmaq üzrədir. Bax, ən böyük suallar budur. 7 il bundan qabaq etdiyim çıxışda da mənim xəbərdarlıqlarım var idi. Bugün də mənim hakimiyyətə yönəlik xəbərdarlığım odur. Biz faciə astarasında olduğunu hamımız bilməliyik. Bugün ən böyük problem ondadır ki, prezidentin ətrafında olanların heç biri real vəziyyəti ona demir. Ona görə ki, hər bir ayrı-ayrılıqda oliqarxlardır. Əvvəl oliqarxlar var idi, indi başqa oliqarxlar formalaşır. Hamısının qohum əqrəbası, bu günlərim üzdə olanları tapın və o nazirlikləri bir-bir yoxlayın. Hamısının ancaq öz adamlar, dost, tanışı, sinif yoldaşı, qonşusu, qohumudur. Axı, bu ölkə nə qədər bu cür idarə olunacaq? Nə qədər yerlibazlıqla, qohumbazlıqla idarə edəcək? Nə qədər insanları birinci, ikinci sorta böləcək? Ən böyük təhlükə buradadır. Və bu günlərim bu təhlükə tək hakimiyyət üçün yox, həm də dövlətimiz üçündür. Heç kim arxain olmasın ki, biz Qarabağı azad etdik, sərhədləri də çəkmişik. Mən əminəm ki, erməni hakimiyyəti, elə Paşinyan da demokratik yolla öz diasporalarından istifadə etməklə bu seçkiləri keçirəndən sonra ən böyük qüvvəsini Dağlıq Qarabağ ermənilərini geri qaytarmaq olacaq. Və bütün dünya gücləri də Azərbaycan hakimiyyətini ona məcbur etməyə çalışacaqdır. Bunu hamı göz önünə almalıdır. Heç kim fikirləşməsin ki, artıq məsələ tam həll olubdur. Bu həll olmayıbdır. Sonda indi mən yazdım, bir nəfər cərimi ilə bağlı yazıbdır. Ən böyük faciələrdən də biri bu günlərin büdcəni cərimələr hesabına doldurmaqdır. Səhv etmirəmsə, Samir Şərifov Maliyyə naziri olanda az qala fəxrlə deyirdi ki, büdcənin böyük bir hissəsi Daxili İşlər Nazirinin yığdığı cərimələr hesabına doldurulur. Ən böyük faciə budur. Cərimələr hesabına büdcə formalaşdırmaq olmaz. Bir şeyi nəzərə alın. Dünyanın ən böyük beyin mərkəzləri bu günlərim Ermənistana yatırım edirlər. Bir nəfər desin ki, Azərbaycana da elə bir yatırım eləyən var. O da onunla bağlıdır ki, sahibkarlıqla bağlı həm təcrübə, həm qanunvericilik, həm baş verənlər bu yatırımı buraya gətirməyə imkan vermir. Əksinə yatırım edənlər ondan peşmançılıq çəkirlər bu günlərim. Mən yenə çox danışıb yormaq istəmirəm. Bununla bir daha hər birimizə, dövlətimizə sahib olmağı, dövlətçilik marağını şəxsi maraqlardan üstün tutmağı arzulayıram. Əminəm ki, bütün çətinliklər keçir. Əgər biz dövlətimizi qoruya bilsək və bunun uğrunda çalışsaq, bütün çətinliklərin öhdəsindən gələcək. Amma bunun üçün 1, 5, 10 yox. Biz bütövlükdə xalq olaraq şəxsi maraqlarımızı yox, dövlət maraqlarımızı düşünməliyik.
normal dövlət maraqlarımızı düşünəndə normal hakimiyyət qurulacaq. Normal hakimiyyət qurulanda da hər bir fərdin maraqları təmin olunacaqdır. Bu yolda hamınıza uğur arzulayıram. Sağ olun.